Gecə 2-də yatıram və bütün günü yorğun oluram, yuxulu oluram, səhər ayağa dura bilmirəm. Bu sözlər sizə tanışdırmı? Çox təəssüf ki, son dövrlər yaşam şəraitimiz, təhsil və iş şəraitimiz nəticəsində insanlarımızda yuxu ritminin pozuntuları yaranır və bu da zamanla orqanizmin daha tez tükənməsinə səbəb olur. Əgər biz vaxtında yuxu rejimimizi düzəltməsək, gələcəkdə ciddi nevroloji və hormonal xəstəliklərlə, xronik metabolizm xəstəliklərindən üz-üzə qalmış olarıq. Yuxumuzun tənzimləməmizdə əsas məqsədimiz melatonin hormonunun qaydaya salmaqdır. Bunun üçün normalda melatonin hormonu axşam 10 saatlarından başlayaraq ifrazına 12-yə qədər pik saata çatır və ona görə də vaxtında yuxu yatmaq bizim daha dərin və keyfiyyətli yuxu yatmamıza səbəb olacaqdır. Bu da bizim gündüz normal qalxmamıza və kortizol səviyyələrimizin də normal olmasına səbəb olacaqdır. Melatonin hormonunun normal ifrazı üçün isə nə etməmiz lazımdır? Bunun üçün ilk öncə yuxudan əvvəl yemək yeməməyə çalışmaq, daha yüngül halda, daha yüngül qidalardan istifadə etmək tövsiyə olunur. Bundan başqa yuxudan heç olmasa 1 saat öncə mavi ekranlardan uzaq durmaq lazımdır. Çünki mavi işığın gözə düşməsi ilə orqanizmdə melatonin ifrazı bloklana bilir. Melatonin düzgün ifraz olunmazsa, o öz növbəsində kortizolun ifrazına təsir göstərir və biz gün ərzində stressli, yorğun, əzgin halda oluruq, diqqət və konsentrasiyamızı toparlamada çətinlik çəkirik. Bundan başqa yuxu normal yatmayan insanların bədənində regenerasiya prosesləri zəifləyir. Əzələ, saç, dəri örtüyünün regenerasiyası prosesi pozulur və orqanizmin erkən qocalması prosesi başlanır. Həmçinin immun sistemin normal olması, normal fəaliyyət göstərməsi və xarici mühitdə mövcud olan xəstəliklərlə mübarizə aparması üçün də melatonin ifrazının normal olması və dərin, keyfiyyətli yuxunun olması vacib şərtlərdən biridir. Unutmayın ki, hər bir uğurlu gün keyfiyyətli yuxudan başlayır və nə qədər keyfiyyətli yatarsınızsa, gününüz daha pozitiv, daha məhsuldar, həyat keyfiyyətiniz isə yüksəlmiş olacaqdır. Özünüzə yaxşı baxın və siz hansı saatlarda yatırsınız? Şərhlər bölümündə bunu qeyd etməyi unutmayın. Sağ olun.